Hədisdə var, buyurur, əl-qəlb hərəmullah. İnsanın qəlbi Allahın hərəmidir. İnsanın ən çox fikir verməli olduğu, ən çox narahat olmalı olduğu məsələ öz qəlbidir. Təəssüf ki, biz qəlbdən başqa çox şeylərə narahatıq. Pul qazana bilmirik, narahatıq. Şöhrət qazana bilmirik, narahatıq. Universitetə girmirik, narahatıq. İstədiyimiz yerdə işləyə bilmirik, narahatıq. Halbuki bunlar narahat olacaq şeylər deyil. İnsanın bu aləmdə, bax bu 70 ilə, 80 ilə bir dənə əsas narahat olmalı olduğu mövzu var. O da özünün qəlbidir. Ki o qəlb, ora gərək baxasan ki, orada vəziyyət necədir? O Allahın hərəmidir. Allahın hərəmində nə qoymuşuq? Nə yerləşdirmişik? Kimlər məskən salıb orada? Nələr məskən salıb orada? Allahın hərəminə xəyanət eləməmişik görəsən. Elə doğrudan da Allahın hərəmində Allahdır.